İlk əlamətlər hansılardır? Nə zaman həyəcan təbili çalıb birbaşa həkimə müraciət etmək lazımdır? Əslində uşaqlıq boynu xərçəng və xərçəngöyünü xəstəliklərinin klinik əlamətləri çox da spesifik deyil. Normal axıntılar var uşaqlıq yolundan gələn. Bunlar xüsusilə ovulyasiya vaxtı, yəni aybaşının ortasında şəffaf qoxusuz ifrazatlardır. Uzun müddətli davam edən qoxulu, müxtəlif rəngini dəyişmiş çirkli ifrazatlar varsa da və yaxud da ki, cinsi əlaqə zamanı qanamalarınız varsa da, aybaşı arası dövrdə, menstrual sikl arası dövrdə qanamalar varsa da, bu zaman mütləq şəkildə ətraflı müayinə olunmalısınız. Bəli, hər hansı bir infeksion proses də ola bilər, amma yəni xərçəngönü və xərçəng xəstəliklərinin də əsas əlamətlərindən biridir. Çox təəssüf ki, məsəl üçün xəstə müraciət eləyir bizə uşaqlıq boynu xərçəngləri əksər hallarda qanaxmalarla, çox kəskin qanamaları olur. Xəstə ilə söhbət əsnasında qanamanın bir həftə davam elədiyini, ondan öncə şikayətin olmadığını bildirir. Amma daha diqqətli anamnez toplayanda aydın olur ki, xəstənin 4-5 il ərzində uşaqlıq yolundan qoxulu, çirkli ifrazatları olubdur. Amma bu çirkli ifrazatları hər hansı bir özü şamalıb qoyub və yaxud da ki, önəmsəməyibdir və son nəticədə belə acınacaqlıq vəziyyətlərlə qarşılaşırıq. Amma yenə vurğulayıram ki, nə qədər erkən mərhələdə vaxtında müraciət olunarsa, bir o qədər gözəl nəticələr əldə edirik.